gece oturup yazırdım. Gördüm ki hiç beynim tutulup temiz. Böyle daş kimi değil ama kalem işleyir. Orada ilk defa başa düştüm ki bu diktədir. Mənə kimsə diktə eləyir. Kamil insan var, bir de cahil. Cahilin tərz həyatı, heyvanatın tərz həyatı ilə doğrudan doyğundur. Qılınc, küllü qırğın, din, Allah xofu, hamısı hökmranlıq üçün gərəkdir sənə. Ecelim çatacak, ben de köçeceğim bu dünyadan. Ama Allah xofu çıkmayacak insanın canından. Nəsiminin ətrafında elə tədqiqat aparmışam ki, ondan Nəsimin şunaslarının heç birinin xəbəri yoxdur. Sən hardan bilirsən ki, Nəsiminlə Teymurla görüşməyiblər? Amma mən bilirəm ki, Teymurla ömrünün axırında hətta Yurufili qəbul edəmişdi, Sabah elmini qəbul edəmişdi. Məscidlərdə bütün Mavərənməhər deyilən yerlər, bütün xarəsində məscidlərin üzərində La ilahə illallah əvəzinə üç dairə çəkilmişdi. Yazılar götürülmüşdü. O dairə nədir? Ay ilə günəş yerin heyranıdır. Nəsimi yeryüzünün sultanıdır. Niyə? Niyə sultanıdır? Çünki həqiqəti bilir, beyni işləyir, insanı ucaltmaq bacarır.